2016-cı ildə sənaye zonalarına 10 milyon 400 min manat həcmində xarici investisiya cəlb olunduğu halda, 2025-ci ildə sənaye zonalarına xarici investisiya məbləği 87 milyon 900 min manata çatıb. Bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov ötən ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib. Konfransda qeyd olunub ki, sənaye zonalarında ümumilikdə 2025-ci ildə 25 sahibkarlıq subyekti rezident, 4 sahibkar isə qeyri-rezident statusu alıb. 14 yeni müəssisə fəaliyyətə başlayıb. Bu müəssisələr tərəfindən 136 milyon manat investisiya yatırılıb və 1100 daimi iş yeri yaradılıb. Sənaye zonalarının qeyri-neft iqtisadiyyatında əsas 2025-ci ildə sənaye zonalarında ümumilikdə 4 milyard manata yaxın məhsul satışı həyata keçirilib və bunun 1,2 milyard manatı ixracın payına düşüb. Ötən illə müqayisədə istehsal 21,1%, ixrac isə 13,4% artıb. Bugün sənaye zonalarında istehsal edilən məhsullar dünyanın 70-dən çox ölkəsinə ixrac edilir. Bütün bunların nəticəsi olaraq ötən il qeyri-neft sənaye məhsullarının istehsalında sənaye zonalarının payı 19,1%, qeyri-neft ixracında isə 33,9% təşkil edir.